Axşamınız xeyir, 24'də xəbərlərə baxırsınız, studiyada və Fatih Yarqızıdır, indi isə daha ətraflı. Ermənistanda müxalifət və iqtidar arasında gərginlik pik həddə çatıb, bir tərəf kilsəni hədəf alır, digər tərəfsə elə bunu bəhanə edərək seçkidə reytingi yüksək olana qarşı kampaniya həyata keçirir. Söhbət baş nazir Nikol Paşinyan və keçmiş prezident Ter-Petrosyan arasındakı son gərginlikdən gedir. Levon Ter-Petrosyan Ermənistanda seçkilərin saxtalaşdırılması praktikasının banisidir və o təbii ki, özü kimi xalqa nifrət edən saxtakarı dəstəkləməlidir. Ermənistanın baş naziri Nikol Paşinyan birinci prezident Ter-Petrosyanla bütün ermənilərin katolikosu 2. Qareginin görüşünü şərh edərkən belə deyib. Levon Ter-Petrosyan ise hazırki hakimiyyətin 1700 illik erməni kilsəsinə konstitusiyaya zidd təcavüzlərini qəti şəkildə pislədiyini vurğulayıb. Siyasi şərhçilər deyirlər ki, qarşıdan gələn seçki səbəbindən Ermənistanda daxili siyasi qüvvələr arasında gərginlik getdikcə artır. Müxalifət hər vəclə Nikol Paşinyanın reytinginə təsir göstərmək məqsədi ilə kampaniyalar həyata keçirir. Baş nazir isə bütün bu cəhdlərin qarşısını almaq üçün ən böyük rəqib hesab etdiyi kilsəni hədəf alıb. Paşinyanın əsas əleyhdarı qismində çıxış edən siyasi qüvvələr Rusiyanın dəstəklədiyi qüvvələrdir və bu qüvvələr Paşinyanı satqınlıqda ittiham etməklə bərabər ona qarşı dərhal impeachmentin həyata keçirilməsi və hakimiyyətdən kənarlaşdırılmasını özlərinin əsas vəzifəsi hesab edirlər. Son dövrlər Paşinyanın kilsənin rəhbərliyi ilə konkret katolikosla münasibətləri ciddi şəkildə pisləşib və Paşinyan ona qarşı çox ciddi ittihamlar irəli sürməkdədir. Bir sözlə, müxalifət, kilsə, diaspor üçlüyü ilə Nikol Paşinyan arasında gərginlik getdikcə artır. Tərəflərin məqsədi seçkidən öz xeyirlərinə olan nəticə ilə ayrılmaqdır. Buna görə də istənilən yola əl atmaqdan çəkinmirlər. Və gəlinen süreçte Ermənistan nüfus ve ekonomik olarak erimekte olan bir devlet profili çizerken Başbakan Paşinyan 2. Karabağ Savaşı'ndan sonra başlayan barış ve sınır tespit çalışmalarında bir yandan olumlu bir görünüm sergilerken bir yandan da yoğun bir şekilde silahlanmaya çalışan bir görüntü sergilemektedir. Nikol Paşinyanın bəzi qeyri-adekvat davranışlarına, tarixi dövlətdən daha qədim olan kilsəyə qarşı addımlarına baxmayaraq, reytinginin müxalifətdən daha yüksək olduğu deyilir. Bu baxımdan hazırki dəyərləndirmələrdə seçkidən qalib ayrılması ehtimalı çoxdur.